Biz Beyləqan rayonunun Şahsevən kəndindəyik. Qarşımızın səbəbi şəhidimiz Teymurov Mansurun ruhunun alım günüdür. Şəhidimiz Mansur 5-6 ay 1999-cu ildə Beyləqan rayonunun Şahsevən kəndində anadan olmuşdur. 18-10 ay 2020-ci ildə Xocavənd rayonunun alınması uğrunda gələn döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Biz də Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin Beyləqan rayon şöbəsi sədr müavini Fərmanzadə Zahir Salmanoğlu, Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin sədri Füzuli Zaquliyevin adından çıxış edərək şəhidimizin ailə üzvlərinə başsağlığı verərək məzar üstündə dualar olundu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. من غملیم غمه گل boynum alemi sor Alem gitsin biraz zinhar Havam sen varın olsun Havam sen varın Ben غملیم غمه Gel boynuma alemi sor Alem gitsin biraz zinhar Havam sen varın olsun Havam sen varın olsun Ben gamliyim game Gel boynuma alemi sor Alem gitsin biraz zinhar Havam sen varın olsun Havam sen Bugünler 05-06 2005. yıl Çinli Şahsevən şəhidimiz Teymurov Mansur Elnurov bilirsin. Elnurov'un günlerim. Kardeşimizin timsalında Allah cəmi şəhidlərimizə rəhmət etsin. Mərkəbimizdə qəbri nurla dolsun. Allah sizlərə səbir versin. Allah sizləri var eləsin. Sizlər nə qədər ki yaşayırsınız, o övladlarınızla düşünməyin ki onlar şəhid, onlar sadəcə bizdən yuxarıda olan, bizi qədər Allah'a yaxın olan bir yerdədirlər. Hər zaman onlar nə üçün bu yolu seçdilər özlərini? Vətənini, millətini, xalqını, atasını, anasını, doğmasını özünə yaxın bilir ki, kim istəyər ki, məndən arkada olanlara hər zaman evdə də, haçça bir evin içindəyik, görürsünüz, orada rəhbər edəsən ki, o sirtimə, mənə nəysə olsun, amma aləmə şu an, onlar da bizləri yox, atasını, anasını yox, məhz vətənini, torpağını qucaqladı o, seçdi. Allah qardaşım bir az cəmi şəhidlərimizə rəhmət eləsin. Bilməm, Veteranlar İctimai Birliği'nin sədri olarak Füzuli Zaquliyevin adından da onların təmsilçisi olarak Beyləqan rayon sakinin qaziləri olarak gözümüzdə postuluk burada yanınızda, mənəvi dəstək kimi yanınızda hər zaman da nə qədər ki canınızda var, yanınızda olacaqlar ki Allah bir daha rəhmət eləsin, Allah sizlərə səbir versin.
Deyirəm Allah, analar balalarına qurban. Heç bir ana övladdan soruya qalmaz.